Prezident İlham Əliyev iyunun 24-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev son vaxtlar qardaş İran xalqının çox böyük əziyyətlər çəkdiyini vurğulayıb, müharibədə həlak olanlara bir daha Allahdan rəhmət diləyib. Müharibə dövründə Azərbaycan xalqının və dövlətinin İran xalqı və dövlətinin yanında olduğunu deyən Prezident İlham Əliyev özünün İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyanla telefonla danışıqlarını, həmçinin müxtəlif səviyyələrdə digər təmasları və həmrəylik nümunələrini bunun əyani göstəricisi kimi qiymətləndirib. Müharibənin dayandırılmasının Azərbaycan tərəfindən sevinç hissi ilə qarşılandığını vurğulayan dövlət başçısı, bununla bağlı ölkəmiz tərəfindən dərhal rəsmi bəyanatın verildiğini xatırladıb. Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın deyən Prezident İlham Əliyev həm Azərbaycanın, həm də İranın vaxtilə müharibələrdən əziyyət çəkdiklərini qeyd edib. Məhəmməd Baqir Qalibafın ölkəmizə əvvəlki səfərini məmnunluqla xatırlayan dövlət başçısı, onun İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı konfransının 20-ci sessiyasında iştirakının əhəmiyyətinə toxunub. Prezident İlham Əliyev bu tədbirin İslam həmrəyliyinin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirərək, gələn il ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşünə ev sahibliyi edəcəyini deyib və bununla bağlı artıq hazırlıq işlərinin başlandığını qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Baqir Qalibafın səfərinin eyni zamanda ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağını vurğulayıb. Dövlət başçısı Azərbaycan-İran münasibətlərinin uğurlu inkişafına da toxunub. Prezident İlham Əliyevlə görüşdən məmnunluğunu bildirən qonaq İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Məsud Pezeşkiyana çatdırmağı xahiş edib. Məhəmməd Baqir Qalibaf İranın çətin günlərində Prezident İlham Əliyev Azərbaycan dövləti və xalqı tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Qonaq eyni zamanda İranın ölkəmizdəki səfirliyinə gələrək İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xameneyinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verməsinə, həmçinin Ayətullah Seyid Müçtəba Hüseyni Xameneyiyə İran İslam Respublikasının ali rəhbəri vəzifəsinə seçilməsi münasibəti ilə göndərdiyi təbrik məktubuna görə dövlət başçısına təşəkkür edib. Müharibənin böyük dərd və faciə olduğunu deyən qonaq həmin dövrdə ölkəmizin İranla mehriban qonşuluq münasibətlərinə sadiq qaldığını, humanitar yardımını əsirgəmədiyini, Azərbaycan xalqının İranın yanında olduğunu vurğulayıb və qeyd edib ki, bu İran xalqının yaddaşında əbədi qalacaq. Azərbaycanla İranın çətin günlərində də daim bir-birinin yanında olduqlarını deyən Məhəmməd Baqir Qalibaf bunu ölkələrimizin birliyinin və həmrəyliyinin bir daha nümunəsi kimi qiymətləndirib. Qonaq bu müharibənin eyni zamanda İrana müsəlman ölkələri ilə təmasların nə dərəcədə vacib olduğunu göstərdiyini bildirib. Məhəmməd Baqir Qalibaf qeyd edib ki, İran müharibə dövründə dostunu və düşmənini tanıyıb. Bu xüsusda dost ölkə kimi Azərbaycan İranın yanında olub. Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin gələcəkdə daha da dinamik inkişafına əminlik ifadə olunub. Ağbənd Kəlalə körpüsünün tikintisinin artıq başa çatdırıldığı və İran ərazisindən keçən Araz dəhlizinin də regionda nəqliyyat imkanlarının artırılmasına xidmət edəcəyi məmnunluqla vurğulanıb. Görüşdə ikitərəfli əlaqələrimizin perspektivləri, o cümlədən parlamentlər arası əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, hökumətlər arası komissiyanın fəaliyyətinə toxunulub.